Salam əziz beşincilər, bugünkü dərsimiz əlvida bilmirəm. Yəqin ki, mətnimizlə artıq tanışsınız, məzmunu sizə bir daha xatırladım. Diqqət edəcəyimiz tapşırıq, xarakterinizdə hansı cəhətləri dəyişmək istərdiniz? Mətnimiz Nigarın məktəblinin nitqi ilə verilir, onun təhkiyəsi ilə verilir. O danışır ki, Günay müəlliməni çox sevirlər. O Azərbaycan dili müəllimidir. Günay müəllimə tətildən qayıdandan sonra şagirdlərə komplimentlər dedi. Oğlanlara çox böyüdüklərini, qızlara isə çox gözəl olduqlarını söylədi. Və dərsə keçməmişdən qabaq Günay müəllimə şagirdlərə dedi ki, bugünkü dərsimizin adı nədənsə düşündü, dayandı və dedi ki, əziz şagirdlər, siz nəyi bacarmıram, nəyi bilmirəm deyə tez-tez özünüzə sual verirsiniz. İndi isə vərəq götürüb onları qeyd edəcəksiniz. Hamı yazmağa başladı. Nəhayət, Nigar da qeyd edir ki, mən birinci cümləmi yazdım, məsələnin tənliyini qura bilmirəm. Biraz düşündükdən sonra bir-birinin ardınca yazmağa başladım. Sinif qarşısında sərbəst çıxış edə bilmirəm. Küstüyüm rəfiqəmlə barışmaq üçün ilk addımı ata bilmirəm. Aytən kimi rəqs etmək istəyirəm, amma bacarmıram. Artıq səhifənin yarıdan çoxunu yazmışdım. Öz-özümə düşündüm. Mənim nə qədər zəif cəhətlərim varmış. Başımı qaldıranda gördüm ki, bütün uşaqlar ciddi şəkildə qeydlər aparır. Hətta Günay müəllimənin özü də. Və Günay müəllimə şagirdlərə bir qutu verdi və yazdıqları qeydləri həmin qutuya qoymaqlarını tapşırdı. Hətta dedi ki, yazdığınız qeydlər anonim olaraq qalacaq. Yəni, heç kəs bundan xəbər tutmayacaq. Amma istəsəniz yoldaşlarınızla paylaşa bilərsiniz. Mən də sinifə göz gəzdirdim ki, mən öz qüsurlarımı kimə deyə bilərəm ki? Bacarmadıqlarımı hansı rəfiqəmə söyləyə bilərəm? Elə bu vaxt müəlliməm mənə yaxınlaşdı ki, Nigar, əgər istəyirsənsə biz paylaşa bilərik. Və mən çox böyük qürur hissi ilə sevimli müəlliməmin qeydlərinə baxdım. O da mənimkinə yəqin ki, baxdı və mən gördüm ki, müəlliməm də qeyd edib ki, ərköyün oğlumla bacara bilmirəm, elmi işimi bitirə bilmirəm, valideynlərimi vaxtında görə bilmirəm, sinifin ən ərköyün şagirdini ürəyinə yol tapa bilmirəm və s. Və biz bir-birimizə baxıb gülümsədik. Daha sonra müəlliməmiz bizi məktəbin həyətinə apardı və biz orada həmin qutunu müəlliməmizin köməkliyi ilə yerə bastırdıq. Bir çala qazdıq və qutunu ora qoyduq, üstünü də torpaqladıq. Müəlliməmiz bizə dedi ki, əziz şagirdlərim, mən bilirəm ki, siz evdə də, məktəbdə də bacarmıram, bilmirəm deyə tez-tez özünüzə müraciət edirsiniz. Amma bugündən sonra biz onlara artıq əlvida deyəcəyik. Və biz sinifə gələndə müəlliməmiz bizdən soruşdu ki, indi dərsimizin adını söyləyə bilərsinizmi? Biz də sevinə-sevinə, bəli, yaşasın bilirəm, əlvida bilmirəm deyə mətnimizin adını da gördüyünüz kimi bu adla adlandırıblar və şagirdlərin böyük sevincinə səbəb olmuşdu. Bu çaladakı qutu ilə artıq onlar vidalaşmışdılar və öz bilmirəmlərini, bacarmadıqlarını da artıq unutmuşdular. Və Nigar sonda qeyd edir ki, mən özümə söz verdim ki, bir daha bilmirəm sözünü dilimə gətirməyəcəm. Əziz uşaqlar, indi isə tapşırıqlarımıza baxaq. Birinci tapşırığımız anonim sözünü hansı sözlə işlətmək olar? Bizə verilmiş sözlər sir, xəyal, məktub və tədbir sözüdür. Əlbəttə ki, siz məktub sözü ilə bərabər işlədə bilərsiniz. Anonim məktub. Yəni, bilinməyən, içindəki məzmunu bilinməyən, heç kimə bəlli olmayan deməkdir. Növbəti tapşırığımız Günay müəllimin keçdiyi dərsi təhlil edək. Bu dərsdə müəllimin məqsədi nə idi uşaqlar?
Yəqin ki, cavablarınız hazırdır. Müəllim şagirdlərinə bilmirəmləri, bacarmıram deməyi unutdurmaq istəyirdi. Onlarda güclü xarakter aşılamaq istəyirdi. Dərs hansı mərhələlərdən ibarət idi? Yəqin ki, dərsin birinci mərhələsində gördünüz ki, müəllim şagirdlərə tapşırıq verməmişdən qabaq onlara motivasiya ruhlu suallar verdi və özü də həmin mərhələdə şagirdlərlə bərabər tapşırığı yerinə yetirməyə başladı. Daha sonra müəllim öz məqsədinə çata bildimi? Əlbəttə çata bildi və bunları əyani şəkildə göstərdi və şagirdləri də həmin çalaya qutunu qoyduqdan sonra xoş əhval-ruhiyyə ilə sinifə döndülər, öz qüsurlarını bir-birlərindən gizlətsələr də, amma əlvida deməyi bacardılar və güclü xarakter nümayiş etdirməyə söz verdilər. Növbəti tapşırığımız nə üçün Günay müəllim sorğunu anonim keçirdi? Sizcə bu düzgün idimi? Yəqin ki, cavablarınız var. Əlbəttə ki, bu düzgün idi. Çünki Günay müəllimə istəmirdi ki, şagirdlər bir-birlərinin qüsurlarını bilib, sonra bir-birlərinin xətrinə dəyməsinlər. İnsanlar bir-birlərinin zəif nöqtələrini biləndə ya bir-birlərinə elə bir hərəkət edə bilərlər ki, onlar inciyə bilərlər. Ona görə də belə qüsurlar, zəif nöqtələr həmişə gizli qalmalıdır. Amma biz onu təsadüfən biləndə nə etməliyik? Təbii ki, yoldaşlarımıza kömək etməliyik. Növbəti tapşırığımız mətndə altından xətt çəkilmiş cümlələri bir daha oxuyaq. Nigarın keçirdiyi hisslərin səbəbini izah edək. Diqqətlə baxın tapşırığa. Əvvəlcə özümü itirdim. Sonra isə sevinc və qürur hissi keçirdim. Sizcə Nigar niyə qürur hissi keçirirdi? Özünü ona görə itirmişdi ki, o yoldaşları ilə paylaşmaq istəyirdi, amma qərar verə bilmirdi, utanırdı. Amma müəllimi onu ürəkləndirdi və müəlliminin qeydlərini görəndə artıq qürur hissi keçirdi ki, vərəqlərimizi dəyişəndə sevimli müəllimimin yazdıqlarını oxuduqca onu daha yaxından tanımağa başladım. Bax, qürur hissi bu idi Nigarda. Növbəti tapşırığımız cümlələri davam etdirmək üçün variantlardan birini seçək və seçimimizi şərh etməklə genişləndirək. Bu əsər mənim xoşuma gəldi. Çünki obrazların daxili aləmi məndə maraq doğurdu. Mən də öz zəif cəhətlərim haqqında düşünməyə başladım. Yəqin ki, siz də artıq düşünməyə başlamışsınız. Çünki bizim hər birimizin zəif cəhətlərimiz var. İkinci cavabınız bu ola bilər ki, bu əsər xoşuma gəlmədi, çünki zəif cəhətlərimi mənə xatırlatdı və ya məncə qüsurları etiraf etməyin özü zəiflik əlamətidir. Mənə elə gəlir ki, çox az bir qisminiz bunu fikirləşər, çünki etiraf etmək özü də bir mərdlikdir və zəiflik əlaməti deyil. Biz zəiflik əlaməti göstərməklə qüsurlarımızı daha çoxalda bilərik. Amma qüsurlarımızı etiraf etməklə onunla mübarizə aparmağı bacarmalıyıq. Növbəti tapşırığımız sizcə nə üçün müəllif mətni birinci şəxsin dilindən nəql edir? Yəni Nigarın dilindən nəql edirdi. Qlossarimizdə, yəni terminlərimizdə təhkiyə və təhkiyəçi sözləri verilib. Tanış olaq, bədii əsərdə hadisələri nəql edənin nitqi, dialoqları çıxmaqla əsərin bütün mətni təhkiyə adlanır. Təhkiyəçi isə əsərdəki hadisələri nəql edən şəxsdir. Əsərdə təhkiyəçi ya müəllif olur, yəni üçüncü şəxs, ya da obrazlardan biri Nigar kimi birinci şəxs ola bilər. Növbəti tapşırığımız mətni elə nəql edin ki, təhkiyəçi Günay müəllim olsun. Bunun üçün Günay müəllim sinifə daxil olarkən düşüncələrini təsvir edəcək, öz zəif cəhətləri barədə yazarkən müəllimin keçirdiyi hissləri təsvir edə bilərsiniz və ya Günay müəllimin yazısını Nigarla dəyişməsinin səbəbini izah edə bilərsiniz. Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.